Salam hörmətli izləyicilər, siz Lektor podkastına baxırsınız. Bugünkü qonağımız bütün təhsil pillələrini Azərbaycan Dövlət Neft və Sənaye Universitetində tamamlamış, elm yoluna burada qədəm qoymuş və hazırda universitetdə rəhbər vəzifələrdən birində çalışan bir mütəxəssisdir. Beləliklə, bu dəfəki lektorumuz Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin elm və innovasiya məsələləri üzrə prorektoru Elviz İsmayılovdur. Xoş gəlmisiniz Elviz müəllim. Təşəkkür edirəm Xülya xanım dəvət etdiyiniz üçün. Düşünürəm ki, maraqlı bir dialoq olar. Siz bütün təhsil pillələrini Azərbaycan Dövlət Neft və Sənaye Universitetində tamamlamısınız. Necə oldu ki, bakalavr səviyyəsində təhsilinizi məhz burada almaq qərarını verdiniz? Əslində mən instituta qəbul olduğum dövr 2000-ci illərə düşür. O dövrdə bir o qədər məlumat və yaxud bir o qədər belə deyək də geniş imkanlar yox idi ki, hər şeyi analiz eləyək. Amma həmişə kompüterə həvəsim olduğu üçün mən düşünürdüm ki, kompüter sahəsinə qəbul olum və hamı tətbiqi riyaziyyatın kompüter sahəsinin ən belə deyək də ali bir ixtisası olduğunu bildirirdilər və ona görə mən düşündüm ki, kompüter elmlərinə qəbul ola bilərəm və kompüter elmləri də həmin dövrdə iki universitetdə var idi. Bakı Dövlət Universitetində və eyni zamanda o vaxtı Adna, Azərbaycan Dövlət Neft Akademiyasında idi. Həmin dövrdə elə oldu ki, mən Adnanı seçmək səbəbim Adna daha çox mühəndis yetişdirirdi, amma kompüter elmlərində daha çox mexmat, riyaziyyatçını Bakı Dövlət yetişdirirdi. Ona görə mən birinci olaraq elə buranı yazdım, yəni ixtisas olaraq. 4 illik bakalavr təhsilinin ardınca magistratura səviyyəsində də təhsilinizi Azərbaycan Dövlət Neft və Sənaye Universitetində almağa qərar verdiniz və bu təhsil sizə nə qazandırdı? Əslində təhsil pillələrimin ard-arda adlısı olması təsadüf əslində. Yəni tam belə özümün şuurlu şəkildə seçdiyim bir yol deyil. Bunun da səbəbi var. Hər bir gənc qəbul oldu, böyük bir karyera fikirləşir və s. və l. və mən artıq həmin dövrdə biraz oxumaq da çətin idi. Həmin dövr biraz ağır dövrlər idi. Mən artıq 2-ci kursdan başladım işləməyə, IT sahəsində işləməyə. Və daha çox adlısını seçmə səbəbim də artıq müəllimləri tanıyırdım, magistr pilləsini deyim də, yəni seçmə səbəbi. Müəllimləri tanıyırdım, bilirdim ki, öz kafedramızın müəllimləridir. Mənim üçün çətin olmayacaq magistr pilləsində oxumaq. Hətta bizim vaxtımızda çox sərt şərtlər var idi. Sizin ortalamanız 4 olmasa, siz magistraturaya sənəd verə bilməzdiniz. Və mən 1-ci, 2-ci kursda oxuduğum dövrdə qiymətlərim çox aşağı idi da. Yəni 3 alırdım və 2 alırdım və s. və l. Necə oldu sonra düzəltdiniz? O sonradan belə deyək, evdə mənə dedilər ki, bəs magistratura oxumalısan, amma onda hər şey orada dəyişdi. Magistratura oxumaq üçün sən artıq gərək məcbursan ki, təhsilə də diqqət yetirəsən. Çünki əgər fundamental olaraq bakalavr biliyin yoxdursa, magistraturada sən oxuya bilmərsən. Ona görə yəni o təsir belə deyək, həmin zaman başladı. Hardasa 3-cü kursdan bəli, sonra 3-cü kursda başladı, bəli. 5 almağa ki, o bir işləri bağlamaq üçün. Ümumiyyətlə digər tələbələrə mən istərdim bu istiqamətdə bir məsləhət də verəsiniz. Çünki 1-ci kursa qəbul olan tələbə bir şok yaşayır. Məktəbdən universitetə gəlmək çox böyük bir dəyişiklikdir. Yəni həyat tərzi dəyişir, artıq peşəkar mühitə qədəm qoyur. Sizin dediyiniz kimi o qiymətlərin ilk başlanğıcda aşağı olmağı, bəzən davamiyyət problemləri, bəzən nə istədiyini bilə bilməmək, xəyal qırıqlığı ya da əksinə çox böyük ümidlər olan tələbələr olur. Doğru. Bundan necə başa çıxsın tələbə? Ən maraqlı hissə budur. Tələbə instituta qəbul olduğu dövrə qədər evdə aldadılır. Yəni aldadılma nədən? Aldadılma oradadır ki, hamı valideynlər deyir ki, əsas instituta qəbul ol, hamısı boşdur və s. və l. Amma mən bu yolu keçmiş, bu təcrübəm olan insan kimi oxumaq universitetdə başlayır. Əgər biz bir mütəxəssis olmaq istəyirik, biz ixtisas üzrə bir güclü bir sayılan bir mütəxəssis olmaq istəyirsə, biz universitetdə oxumalıyıq. Universitetə qədər sadəcə disiplinadır. Yəni mən hansısa bir baldır, o balı yığıb istədiyim ixtisasa qəbul oldum. Bu disiplinadır. Sən nə qədər disiplinlisənsə, o balı yığacaqsan. Sən ağıllı olmaya bilərsən. Balı yüksək yığıb, amma ağıllısan. Bu yəni
düz mütənasib deyil də, yəni. Bu balı sən nə qədər disiplinli olduğun üçün yığırsan. Amma sonra bəli, siz fərqli insanlarla ünsiyyətdə olursunuz, fərqli müəllimlərlə ünsiyyətdə olursunuz. Hər bir müəllimin özünə görə kaprizi var. Eyni zamanda həddindən artıq çoxlu imkanlar yaranır tələbəyə, sərbəstlik formalaşır. Vaxtilə bu saat oxuyurdu. Valideyn onun başının üstündə nəzarət edirdi, amma artıq bu nəzarət yoxdur və bu tələbələrin o culture şok keçirirlər. Və ona görə birinci kurs, ikinci kurs ən ağır vaxt olur, qiymətlər aşağı olur. Çünki bunlar anlamırlar ki, biz burada nə edirik? Axı bizə evdə dedilər ki, biz oxumayacağıq, amma burada müəllimlər bizdən nəsə tələb edir. Buradakı dərslər daha ağırdır. Əvvəl repetitor yanına gedirdilər. Repetitor hər şeyi onlara çeynəyirdi. Və bu belə gəlir, belə gəlir. Amma burada müəllim bir dənə düstur yazır, nəticə verir. Get qalanını özün analiz elə. Bu tələbələr üçün çox ağır olur və ondan sonra bu dövr keçəndən sonra özlərində başlayırlar çalışmağa, anlayırlar ki, harda boşluq var. Və müstəqil analiz etmə bacarığı formalaşır. Çünki məktəb illərində dediyiniz kimi daha çox təməl biliklər, o bazanın formalaşması dövrüdür ki, onun sayəsində öz istiqamətini seçsin. Valideyn, müəllim yönləndirməsi ilə tamamilə doğru. Hazır məlumat verilir və şagird onu oxuyur, püxtələşir. Amma universitetdə o bəzən müəllimin verdiyi azadlıq, sözün peşəkar mənasında o azadlıq ki var, git özün araşdır oxu. Onu bəzən anlamaya bilirlər tələbələr. Elədir ki var. Yəni elə tələbələrin də ən böyük problemi oradadır. Düşünür ki, müəllim hər gün məndən dərs soruşmur. Niyə soruşmur? Amma repetitor yanına gedəndə hər növbəti dərsi bir təkrarlayırdılar və bu rahatlıq bunlarda bu boşluğu yaradır. Müəllim üçün öyrənməkdən özün üçün öyrənməyə keçid yaranır. Tam doğru, tam doğru. Və tələbənin əslində sahəyə marağı olmalıdır ki, belə deyək, davam eləməyə özündə güc tapa bilsin. Kompüter elmləri sahəsində belə deyək, peşəkar şəkildə öz gələcəyini görmək istəyən tələbələr daha çox nələrə, hansı sahələrə diqqət eləməlidirlər? Bu çox gözəl sualdır. Çünki bu yalnız kompüter elmləri deyil. IT sahəsində, data elmində, digər süni intellekt ixtisasında oxuyan gənclərimiz düşünür ki, universitet bunlara kurslarda verdiyi təhsili verməlidir. Yəni məsələn, kompüter sahəsində gələn adam kompüter elmləri deyir, mənə niyə Java öyrədilmir? Və yaxud mənə nə bilim JavaScript niyə öyrədilmir? Əslində universitet akademik bir mühitdir. Universitet JavaScript-i necə ediblər, sən onun kimi bir platformanı necə düzəldəcəksən? Bax bunu öyrətməlidir. Amma alət bəli, daha ağır, daha önəmli şey öyrətməlidir. Elə bir var alətdən istifadə, bunu kurs öyrədir onsuz. Amma bu aləti düzəldib təkmilləşdirməyi universitet öyrətməlidir və universitetdə bu həyata keçirilir. Və ona görə də məsələn kompüter elmlərinin misal olaraq hamı riyazi analizdən qaçır, kalkusdan qaçır. Amma kalkusu bilmək lazımdır. Sabah süni intellekt mütəxəssisi olmaq istəyirsən, tutaq ki, hazır library-ləri import etmək istəyirsən, yoxsa mühəndis olmaq istəyirsən, o library-ləri keyfiyyətli gücləndirmək istəyirsən. Yəni bu qərarı verməlisən. Əgər keyfiyyətli gücləndirmək istəyirsən bu library kitabxanaları, onda sən riyaziyyatı bilməlisən, ehtimal nəzəriyyəsini bilməlisən, optimallaşdırmanı bildirməlisən. Bunları bilməsən sən onu edə bilməyəcəksən. Yox, bunları bilmədən data elmi, data mühəndis olmaq istəsən ola bilməyəcəksən. Yəni bu bir mənalıdır. Çünki artıq orada boşluq, fundamentində boşluq yaranır. Ömür boyu hansısa ikinci tərəfdən asılı olacaqsan ki, onlar nə vaxt yeni bir alət kəşf edəcəklər, verəcəklər, siz onu istifadə edəcəksiniz. Siz istifadəçi olacaqsınız. Bir də var ki, niyə siz istifadə edəcək aləti diktə edən olmalısınız əslində? Universitet bunun üçündür. Yəni belə. Yəni universitet tələbəyə o alətə rəqib ola biləcək, bəlkə daha güclü alətləri yaratma tam doğru. Biliyini verir. Ən azından onun yaratma istiqamətini verir. Bəli, universitetin onu vaxtında çatdırmaya bilər müəyyən bir timeline-a görə, amma bu fundamenti verəndən sonra bunu sənayedə edəcək bu adam. Başqa yerdə edəcəkdir. Yəni universitet fundamenti verməlidir, elmi verməlidir. Amma o elmi necə tətbiq edəcəksən, nə alət düzəldəcəksən, onu verir. Sən o alətdən istifadə edəcəksənsə, onda gedin 4 illik universitet oxuyursunuz. Gedin elə kursda 3 aylıq oxuyun, 6 aylıq oxuyun. Gedin hansısa bir aləti öyrənin, gedin işləyin. Bəs bu sahədə mütəxəssis olaraq həmin kurslara biraz fərdi inkişaf baxımından müxtəlif alətlərdən istifadə bacarıqlarının təkmilləşdirilməsi üçün tələbələrin kurslara getməyi, buna necə baxırsınız? Bu müsbət baxıram, çünki insan öz üzərində çalışmalıdır. Yəni belə deyək də, mən fərqli elm sahələri var. IT isə onların içərisində ən dinamikidir. Yəni bir il indi keçən il kəşf olunan bir sahə artıq köhnəlmiş sayılır.
Yəni sadə bir misal göstərdim tarixdən. Bir Osmanlı imperiyasının yaranmasından süqutuna qədər 600 il keçir. 600 ildə bir adam onu görə bilmir. Düzdürmü? Fərqli-fərqli tarixçilər, fərqli-fərqli zaman kəsiyində bunu qeyd edir. Amma texnologiya elədir ki, siz bir ildə 6 dənə böyük bir texnologiyanın süqutunu görə bilirsən. Yaranmasını və görün indi dinamika nə qədər sürətlidir. Ona görə bəli, kurslara getmək lazımdır. Çünki kurslar pis yaxşı sənaye ilə sənayeyə xidmət göstərirlər və yaxud sənayenin sifarişi ilə kurslar işləyir bəzən bu məsələ. Amma universitet də bu rolu verməməlidir. Universitet də indi sənaye ilə işləyib, artıq kurs yox, kursa sənaye getməməlidir ki, mənə kadr yetişdir. Gətirib universitetdə əlavə belə deyək də təlimlər təşkil edəcəkdir bu istiqamətdə. İşlər olaraq tələbələr orada aktiv iştirak eləsinlər. Yəni etməlidir. Əslində müasir əmək bazarında bu sahədə ciddi rəqabət var. O baxımdan tələbələrin həm dərs, həm kənar fəaliyyətləri, özünün inkişaf bacarıqları belə baxanda vacibdir ki, bəli. Özlərinə karyera baxımından müəyyən statistik yenə bir məlumat deyə bilərəm. Yəni məsələn biz ömrümüzün, yəni gənclərimiz ömrümüzün 10 ilində bəlkə də 2 dəfə, 3 dəfə ixtisaslarını dəyişəcəklər. Yəni əgər bu dinamikaya hazır deyilsə, istiqamət daxilində, kompüter yox, bəzən yəni IT sahəsində və yaxud hətta belə deyək də sənayenin özündə məsələn yenə bir case deyək. 5 il bundan əvvəl, 6 il bundan əvvəl SMM sahəsində adamlar kifayət qədər püxtələşdilər. SMM mütəxəssislər formalaşdırıldı. Bəli. Amma indi LLM-lər yarandı, süni intellekt alətləri yarandı. Artıq onlar qaldı fonda. Hər adam düzgün prompt yaza bilirsə SMM şık oldu. Yəni yeni yaranan peşələr belə çox tez sıradan çıxa bilir. Tam doğru. Ona görə insanlar çox dinamikə hazır olub tez öyrənməyi bacarmalıdır. Süni intellektdən danışmışkən, bugün dünyada ən aktual olan sahələrdən biri də məhz süni intellektdir. Necə düşünürsüz? Süni intellektdən istifadə həm elm sahəsinə, həm də gündəlik həyatımıza hansı formada təsir eləyir və necə eləyək ki, ondan ən yaxşı formada istifadə eləyək? Əslində süni intellekt belə deyək də bu hype məsələsi son 3 ildə oldu da. Bu ChatGPT çıxdı, sonra DeepSeek çıxdı, sonra Grok, Gemini və s. və axır. Yəni bu söhbət ondan gedir ki, texnologiya o levelə çatdı ki, belə LLM-lər sürətli inkişaf elədi. Kütləviləşdi və əl çatan oldu. İndiyə qədər əl çatan deyildi. Amma burada çox şeylər mənfi tərəfləri var bu AI-ın. Birinci security tərəfindən. Hər bir insanın fərdi, hər bir AI artıq psixoloji durumunu analiz edə bilir. Risk olaraq. İkinci, başı çıxan, çıxmayan, bəzən kənara çıxmayacaq bir sənədi o həmin platformaya atırlar, yükləyirlər və bunun əsasında bəlkə də bu sənəd hələm çıxmamalıdır və s. amma bu sənəddən sabah başqa bir promptlarda istifadə olunacaqdır. Şirkətin daxili gizli məlumatları olar. Bəli, tam doğru, yəni. Bu başqa bir problem. Və belə problemləri saymaqla biz əslində bir qaydalar yazmalıyıq. Həm təhsildə, həm sənayedə süni intellektdə istifadə ediriksə, hansı çərçivə şəklində, hansı qaydalar əsasında biz onu etik normalar olmalıdır. Bir rul olmalıdır, bir mənim hüquqi bir kriterlər olmalıdır və bu böyük bir komanda işləməlidir ki, bəli, öhdəliklər olmalıdır ki, sən necə istifadə edə bilərsən, nəyi niyə istifadə edə bilmərsən. Yəni bunlar olandan sonra bəli, süni intellektin bir də başqa bir mənfi xüsusiyyəti var. İmprovizə etmək gücü var. Götürüb bir də görürsüz ki, elə bir şey axtarırsınız, o improvizə edir. Mən bunu tələbələrimdə görürəm. Bir də görürsüz ki, hansı bir task verirəm, bu taskı həll eləyirlər. Süni intellektdən nəsə istifadə edəndə avtomatik oxuyan kimi başa düşürəm ki, bu mümkün deyil də. Uydurma, bəli. Bu uydurub buna veribdir. Bu da sağ olsun, heç analiz eləməyib, gətirib bunu mənə çatdırır ki, bəs müəllim, mən bu tapşırığı icra eləmişəm. Ona görə süni intellektlə bərabər belə deyək də ənənəvi öyrənməni paralel aparmaq lazımdır. Çünki o sizi səhv istiqamətə apara bilər. Yəni bu çox vacibdir. Yəni məsələn, bəzən indiki təsvirlər olsun ki, doktorantlar, magistrantlarımız da təsvirlər olsun ki, məqalə yazanda süni intellektdən istifadə edirlər. Heç bir istinad, real istinadlar çıxır. Bu da çox böyük bir problemlər yaşadır və təəssüflər olsun ki, elmin də keyfiyyəti düşür. Yəni bunun bilmirəm, bunun bir doğrudan da strik bir qaydalar olmalıdır. İcazə.
Bu gün sosial mediada gördüyümüz videoları bəzən ayırd eləyə bilmirik. Tamamilə doğru, bəli. Yəni bu belə deyək də fake videolar formalaşdırırlar, fake şəkillər formalaşdırırlar və bu şəkilləri fake insanlar. Bəli, yəni var da, yəni fake modellər var ki, Instagramda kifayət qədər pullar qazanır. Yəni bu real insan deyil, fake bir insandır və bunu özü əslində əyləncə sektorunu belə çox ciddi şəkildə dəyişir. Əslində belə deyim də, bu AI, IT əyləncə sektorunun hesabına inkişaf edir. Aha. Yəni çox maraqlı bir faktordur. İnsanların əyləncə tələbatına söykənərək inkişaf edir. Yəni pul ordadır, o pul gəlir bunu gətirib çıxarır. Yəni hansımız ChatGPT-yə şəklimizi atıb hansısa prompt yazıb bir maraqlı bir oradan obraz istəməmişik. Yəni bunu hər birimiz yoxlamışıq əslində. Və siz rahatlıqla belə deyək də onların datalarını zənginləşdirirsiniz. Yəni bu mən hətta bəzən özüm də qoşuluram bəzi məsələn tutaq ki bu tendensiyalara məsələn tutaq ki nə bilim əsasən məsələn 6 il bundan əvvəl bir Facebookun bir dənə şeyi var idi. Bir hashtag-i var idi. 10 il fərqlə şəklinizi paylaşın. Əslində bu məqsəd ayrı şeydir. Özlərinin AI-nı 10 il ərzində insan necə dəyişibsə, onu öyrətmək üçün bir modeli rahatlıqla bizim hesabımıza öyrətdilər. Aha. Yəni heç bir əziyyət çəkmədən biz də hər birimiz o hype-a qoşulaq. Bəli, baza təkmilləşdi və AI modeli inkişaf elədi. Yəni bunlar hamısı belə deyək, dolayı yolla biz onlara pulsuz işləyirik. Əslində sosial şəbəkələr yarananda belə yaradıcıların burada bir belə deyək şeyi var idi ki, tərəddüdü var idi ki, insanlar niyə girib öz şəxsi məlumatlarını paylaşsın? Artıq hər birimiz öz məlumatlarımızı istəyərək paylaşırıq. Yəni dataları istəyərək update edirik, heç əziyyət çəkmirlər. İndi 7 milyard insanı ya da Azərbaycanda 10 milyon adamın məsələn 5 milyonu internet istifadəçisidirsə, onların hər birinin məlumatını mütəmadi update eləmək üçün bir 5 milyon adam lazımdır, yanında gəlsin. Amma da ehtiyac yoxdur. Bir dənə sistemi vurublar istifadəyə, hər bir adam özü rahatlıqla bu datanı update edir. Əslində kommunikasiya baxımından bir çox effektivliyi olsa da, yəni sosial şəbəkələr olsun, süni intellekt olsun, düzgün istifadə olunduğu təqdirdə istər kommunikasiya baxımından, istər inkişaf baxımından çox böyük üstünlüklər. Tamamilə doğru. Zaman udursan. Yəni bu çox önəmlidir. Zaman udmaq da indiki dövrdə çox lazımlı bir alətdir. Yəni istiqaməti müəyyən eləmək baxımından. Yəni artıq ora girib bir məqalə yazmağı tələb eləmək lazım deyil. Amma məsələn mən hansı istiqamətdə məqaləmi yazım mövzusunda tamamilə doğru. Mən rahatlıqla bir analizlər aparıb deyə bilərəm ki, top məsələn açıq open access-də olan Google Scholar var. Google Scholar-da ən çox hansı məqalələr, hansı tiplər məqalələr mənim sahəmə uyğun olan tiplər daha çox məsələn tutaq ki, referans alır. Onu rahatlıqla açıb sizə deyə bilər. Siz də artıq o tərəfdə o məqalələrlə inkişaf edə bilərsiniz. Yəni düzgün istifadə etmək lazımdır. Əla. Siz magistraturanı da Azərbaycan Dövlət Nefes Sənaye Universitetində bitirdiniz. Yenə təhsil istiqamətinə qayıdaq və elm sahəsinə yönəlməyə qərarına gəldiniz. Doktorantura təhsili aldınız, elmi dərəcənizi aldınız. Necə oldu ki, sənayeni yox, təhsil sahəsini və elmi seçdiniz? Yəni və artıq neçə ildir siz azidəsiz də belə deyək, bakalavr dövründən saysaq? Belə deyək ki, mənim azi ilə hansısa bir ildə qopmam olmayıbdır. Yəni mən belə sadəliyinə 18 yaşımdan buradayam. Yəni 2000-ci ildən buradayam. Artıq 26 ildir. Sentyabrda 26 ildir ki, mən adlı su ilə, yəni əlaqəm var. Bu proses necə oldu? Əslində magistraturaya qəbul olduqdan sonra magistratura oxudum. Sonra doktorantura bizim vaxtımızda aspiranturaya da ora qəbul oldum. Amma həmin dövrdə mən hazır deyildim aspiranturaya, doktoranturaya. Çünki mənim bilirsiniz, bu bizdə çox qəribə bir tendensiya var. Hamısı ard-arda olmalıdır. Amma bu səhv tendensiyadır. Mən doktoranturaya həmin dövrdə hazır deyildim. Həm elmi tərəfdən, həm psixoloji tərəfdən və s. və l. Amma doktoranturada oxuduğum dövrdə elə oldu ki, təsadüfən bir müəlliməmiz xəstə idi. Mənim elmi rəhbərim olmuşdu magistraturada. Onun dərsini əvəz etmək lazım idi. Müəllim yox, heç kəs yox. Kimi göndərək? Oturub da orada bir aspirant kitab oxuyur öz aləmində. Elə bunu göndərək bu dərsin keçsin də. Yəni IT sahəsindəndir və s. və l. Və ilk auditoriyaya girəndən sonra yəni mən bu havanı sevdim.
mən baxmayaraq ki, doktorantura ilə məşğul olmadığım dövrdə, yəni artıq 2008-dən başladım sənayedə. Əslində bayaq dediyim ki, 2002-dən işləyirdim. Amma sənaye ilə sıx işləyirdim və 2008-dən bəri 18-ci ilə qədər sənayeye keçdiyim dövrdə, həmin dövrdə hər il 2 yaxud 3 fən götürürdüm universitetdə. O dərsləri deyirdim tələbələr üçün. Kompüter şəbəkəsi idi, əməliyyat sistemi idi. Mən də sənayedə olduğum üçün tələbələr üçün mənim dərs deməyim daha maraqlı idi. Çünki sənayedə nə baş verdiyini əyani göstərirdim, problemləri onlara bildirirdim. Sonra 18-ci ildə gömrükdə çalışdığım dövrdə qərar verdim ki, mən universitetimə qayıdıram. Və 18-də universitetə qayıtdım. Dissertasiyamı dəyişdim, mövzusunu dəyişdim. Tez bir zamanda müdafiəmi etdim və 22-ci ildə təsdiqimi aldım. Yəni belə deyək də, mənim artıq hazır idim müdafiə etməyə, oxumağa, yazmağa. Prinsip etibarilə 3 il ərzində mən ortada bir il Covid-də çıxartsaq, işləməli. 2 il ərzində dissertasiyamı yazıb müdafiə etdim. Yəni insan ona yetişməlidir. Bu əyani göstəricidir. Arda-arda etmək düzgün deyil. Və həmişə də dərs dediyim, sevdiyim üçün, yəni universitetlə bağlılığım olduğu üçün, yəni qayıtdım öz universitetimə. Belə deyək. Əvvəl tələbə, sonra müəllim olmaq necə hiss idi ümumiyyətlə? İlk illərdə çox çətin idi. Belə bir case deyim. Auditoriyaya girmişəm. Gənc adam 24-25 yaşında, 3-cü kurs uşaqlarıdır. O vaxtda biraz universitetdə gənc müəllim anlayışı yoxdur da. Yəni hamısı yaşlı idi. Tələbələrdən biri deyim, "Qaqaş sən kimsən? Nəyə girmisən bura?" Mən də gülərək dedim ki, "Bu qaqaş sizin müəlliminiz olacaq bu gündən də." Yəni belə bir kuryoz, maraqlı hadisələrlə rastlaşırdıq. Ondan sonra adaptasiya olduq. Kafedrada dərs dediyim üçün artıq bütün tələbələr müəllim kimi məni qəbul etmişdi. Ona görə rahat idi. Yəni belə bir böyük çətinliklər çəkməmişəm. Həm də doğma auditoriya. Bəli, doğma auditoriya olub özüm o partalarda oturmuşam və o gəncləri də başa düşürdüm, onların problemlərini də başa düşürdüm. Ona görə yəni tez bir zamanda da o belə deyək də körpü quruldu tələbələrlə mənim aramda, yəni və yaxud müəllim kimi. Universitetdə çalışdığınız dövrdə tədqiqatla və müəllimliklə yanaşı bir çox startaplara da mentorluq eləmisiniz və startaplara maraq göstərən, öz startapını qurmaq istəyən gənclərə nə məsləhət görərdiniz? Əslində indiki dövrdə startaplar həqiqətən çox vacibdir, önəmlidir. Yəni bunlar hər biri real zamanda görə bilərlər ki, 2 nəfər 1 milyon manat civarında bir layihə ortaya qoyurlar. 2 nəfər. Yəni bu bəlkə də vaxt var idi ki, bir möcüzə idi, real deyil. 2 nəfər necə bir şirkət qura bilərlər ki, dəyəri 1 milyon olsun və yaxud milyard olsun və yaxud da nə bilim bir 3 milyonluq investisiya alsan. Ona görə tələbələri bu istiqamətdə yaradıcılığı, yəni onsuz bizim gənclərimiz həqiqətən yaradıcıdır. Sadəcə onlara düzgün istiqamət vermək lazımdır. Həmin o yaradıcılıq hissəsinin beynini işlətsələr, çox gözəl startaplar ortaya qoymaqla, yəni bunun da məqsədi, hədəfi odur ki, sabah universitetin xətti ilə çıxacaq müəyyən bir startaplar, müəyyən bir şirkətlər sabah universitet əziyyət çəkməyəcək öz potensiallı gənclərini təcrübəyə hansısa bir şirkətlərə göndərsin. Elə bunlara göndərəcəkdir. Yəni əslində bu mindsetlə mən startaplara dəstək olmağa başladım. Sonra isə tələbələrlə danışaraq, bunların ideyalarını maraqlı olaraq, harda zəif tərəfləri var, hardasa müsbət tərəfləri var, o istiqamətdə başladım bunlara dəstək olmağa. Bu şəkildə də indi bir neçə startaplar var ki, bazarda kifayət qədər böyük dəyəri olmasa da, amma pullarını qazanırlar. Həmin bizim universitetimizin vaxtı ilə gənclərindən ibarətdir. Hətta ölkəmizin startap ekosistemində kifayət qədər belə deyək də yaxşı mütəxəssislər hamısı bizim universitetdən çıxıbdır. Həmin 18-19 bəli startaplarımız var. Bəli. Yəni bunlar hamısı sağ olsunlar bizim gənclərimizdir. Yəni Adnosunun gəncləridir, hətta proqram rəhbərləri və s. və l-axır. Və maraqlıdır ki, əslində ilkin tələbəlik illərində bir çox tələbəyə sual versək ki, nə xəyalım var? Bir çoxu deyər ki, bunu eyni zamanda pedaqoq kimi özüm də müşahidə eləmişəm. Mən istəyirəm öz işimi qurum, stabil bir əmək haqqı istəmirəm, çox pul qazanmaq istəyirəm. Bu da sizin üçün fürsətdir əslində gənclər üçün. Öz şirkətini qura bilər, kiçik bir startapla beynəlxalq səviyyədə uğur qazana bilərlər və universitetimizdə də buna yəni şərait də var, istiqamətləndirən mütəxəssislər. Mən hətta tələbələrə ona görə deyirəm ki, universitet imkanlar yeridir. Yəni siz universitetə imkan kimi baxın, bir networking kimi baxın universitetə. Çünki universitetin çox gözəl beynəlxalq və lokal olaraq ölkə ərzində əlaqələri var.
Siz universitetdən belə istifadə edin, universitet də sizin uğurlarınızdan PR-da istifadə eləsin. Yəni burada win-win prosesi olur. Biz də orada. Bəli. Bəli. Yox, təbii ki. Yəni çünki universitet də hədəfi var ki, xarici tələbələr oxusun universitetdə, amma o da necə tapılır? Müəyyən bir competitionlarda, yarışlarda görürlər ki, bu universitetin tələbələri qalib gəlibdir. Demək universitetdə təhsil yaxşıdır, universitetdə imkan yaxşıdır və biz də burada udaq. Yəni belə. Yəni beynəlxalq səviyyədə uğurumuzu göstərmək üçün əvvəlcə o uğuru qazanmalıyıq. Tamamilə doğru. Tam doğru. Mən istəyərdim bir qədər sizin mövzunuzdan danışaq, tədqiqat mövzunuzdan. Bu hansı istiqamətdə oldu və nə qazandırdı sizə? Əslində mənim sahəm elə sırf süni intellekt sahəsidir. Yəni süni intellekti düzdür, biz ona süni intellekt deməyək. Məndə image processing, obyektlərin tanınması, yəni tədqiqat mövzum onunla başladım. İndi isə hal-hazırda daha çox belə cluster sistemlər, arxitekturalının qurulması, çünki süni intellekt var. Modeldir, alqoritmdir və s. Amma o harda işləyəcəkdir? Onun üçün resurs lazımdır. O resursu necə optimallaşdırmaq lazımdır? Resurs pul istəyir bir tərəfdən. Amma sən o pulun yoxdur bunu etmək üçün, minimumlaşdırmaq üçün əlindəki alətləri düzgün birləşdirsən o resursu alacaqsan. İndi hal-hazırda elmi sahəm əsasən bu istiqamətlərdədir. Resource managementdir, high performance computing və AI. Bu istiqamətlərdədir elmi sahəm. Bu nə qazandırır? Bu hal-hazırda düzgün indiki bu AI hype-ı qiymətləndirməyi qazandırır. Riskləri qazandırır, problemləri qazandırır və həqiqətən də burada çox böyük problemlər var. Məsələn, sadə bir case deyək, Google-da bir şey axtarsaq və eyni şeyi hansısa bir LLM-ə versək, 10 dəfə çox resurs xərcləyir LLM. Yəni bu gəlir dayanıqlığa zərbə vurur. Yəni ekologiyaya zərbə vurur. Yəni təsəvvürə gətirin ki, Google-la mən axtarsam daha çox gözəl. Və biz hər dəfə mən tələbələrimə də zarafatca deyirəm ki, bəs salam ChatGPT yazmayın. Bu əlavə bir resursdur. Yəni bunu çox sağ ol, təşəkkür edirəm də lazım. Amma yəni situasiya odur ki, yəni lazımsız sorğular aparmaq əlavə resursların xərclənməsidir. Biz bu resurslar da tükənə biləndir. Ona görə bu çox önəmlidir. Doğrudan maraqlı tədqiqat mövzusudur. Elm sahəsində bəs gələcək hədəfləriniz nədir? Hansı sahələri araşdırmaq istəyirsiniz? Elm sahəsində hal-hazırda administrativ olduğum dövrdə biraz çətinlik yaranır, amma daha çox AI-ın fərqli multidisiplinar sahələrə tətbiqi çox mənə maraqlıdır. Mənim tələbəlik və yaxud şagird dövründə həmişə biologiyaya marağım olubdur, təbiətə marağım olubdur. Əslində bu istiqamətdə istəyirəm bir genetika istiqaməti olsun, ondan sonra bu belə deyək də müəyyən bir seleksiyalar və s. və axır sahəsi maraqlıdır. Əslində istəyirəm o istiqamətdə keçim və hal-hazırda həqiqətən də o istiqamətdə beynəlxalq alimlər axtarıram, hansı ki onlarla əməkdaşlıq edib o istiqamətə keçim. Yəni onlar biologiya bilgilərini istifadə etsinlər, mən isə özümün AI biliklərimi istifadə edib orada multidisiplinar bir istiqamətə getmək istəyirəm. Yəni bu mənim üçün çox maraqlıdır həqiqətən. Tədqiqat sahəsinə maraq göstərən bir çox gənclərimiz var, müxtəlif istiqamətlər üzrə. Yəni daha çox nələrə diqqət eləməlidirlər və tədqiqatçı olmaq istəyən, elm sahəsinə yönəlmək istəyən gənc nəyə ilk öncə fikir verməlidir? Əslində bizim gənclərimiz hal-hazırda tədqiqata maraqları azdır, təəssüflər olsun ki. O az olanlarda, yəni onlara tövsiyəm odur ki, birinci səbəb araşdırmalıdırlar. Yəni, məsələn, mən hansısa bir elm sahəsində hansısa bir hadisənin baş verdiyini görürəm, düzdürmü? Bu hadisənin zəncirini analiz edib səbəbini araşdırmalıyam. Bu niyə baş verdi? Bəs belə olsa niyə baş verəcək? Bu bütün elm sahələrinə aiddir da. Yəni, səbəb, zəncir, bunun belə deyək də bir xəttini tutub, səbəbini öyrənəndən sonra o səbəbə təsir edə bilirsənsə, yeni nəticə alacaqsan. Yəni, dərindən, yəni bu çox belə ağıllı danışmaq lazım deyil. Bu çox sadə bir şeydir. Çox sadə bir strukturdur. Səbəb-nəticə əlaqəsini tapandan sonra o səbəbi dəyişdirdikcə nəticələri də dəyişdirəcəksən, müəyyən bir uğur qazanacaqsan. Bu qədər sadə. Bəli, araşdırmaq, yazmaq tamamilə doğru. Və biraz da səbir, çünki həqiqətən çox uzun bir yol. Çox lazımdır. Səbir çox lazımdır. Çünki baxın, biz əgər ciddi elmi istiqamətdə mütəxəssis olmaq istəyiriksə, çox gözəl bir jurnallarda məqalə nəşr etməliyik.
O jurnallarda həddindən artıq sənin elmində doğrudan da ciddi yenilik olmalıdır ki, onu dərc etsin. Bir dəfə sizə imtina edəcəklər, 2 dəfə imtina edəcəklər. Bu imtinaların səbəblərini araşdırıb, yeniləyib yenə göndərmək, istədiyinizə nail olana qədər onu etməlisiniz. Çünki bu çox önəmlidir. Burada səbir dediyimiz odur ki, bu hər belə deyək də qarşıva bağlanan qapı o demək deyil ki, sən onu açmağa çalış. Hə, bundan küstüm, gedim buradan yoxlayım, buradan yox. Onu məcbur eləyin ki, onlar sizə o qapını açsınlar. Və ondan sonra uğur həmişə sizinlə olacaq. Tədqiqat sahəsi keşməkeşlik oldu, amma əlbəttə bir işıq da var yolun tamamilə sonunda. Doğru. Elm sahəsinə böyük töhfələr gətirə bilən tədqiqatçılar yetişə bilər əgər səbr etsələr. Bu yaxınlarda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin elm və innovasiya məsələləri üzrə prorektoru təyin olundunuz. Bununla bağlı bir daha sizi təbrik edirik və prorektor kimi artıq qarşınızda daha böyük bir məsuliyyət dayanır. Nə kimi planlarınız var? Əslində çox mən tam səmimi deyim, özümü həyatımda bu pozisiyada, yəni ən belə deyək də ən böyük arzularımda da görməmişəm. Yəni bunu etiraf edim. Nə etməliyəm? Bu ən ağırıdır. Bilirsiniz, hər bir mərtəbə qalxdıqca öhdəlik artır. Hər bir mərtəbə qalxdıqca diqqət sizdə olur. Yəni əvvəl mən səhv edə bilərdim, amma indi səhv edə bilmərəm. Əvvəl mən bir müəllim kimi hansısa səhv edəcəydim, onun səsi çıxmayacaqdı. Amma indi mən səhv edəndə bunu demək olar ki, bütün cəmiyyət biləcəkdir. Ən çətini budur. Yəni öhdəliklər çoxdur, hədəflər çoxdur. Yəni biz gənclərimizə dəstək olmalıyıq. Bu administrativ iş mənə kömək edir ki, daha çox gəncləri kəşf edim. Daha çox universitetimizin həyatına töhfə verim. Yəni bu ağır işdir. Burada fərqli insanlarla ünsiyyətdə olursan. Fərqli kaprizlərlə ünsiyyətdə olursan. Burada səbir lazımdır ki, o insanlarla danışasan, başa düşəsən problemi. Bizim insanlar təəssüflər olsun ki, danışmaq və problemin dibinə getmək şey yoxdur. Elə həll eləyəcək eləmirlər. Amma bu da dibinə gedib baxaq görə problem hardan qaynaqlanır? İnsanın özündən yoxsa sistemdən. Sistemdən qaynaqlanırsa bu sistemdəki o problemi aradan götürmək lazımdır. İnsanın özündən qaynaqlanırsa, problemli insandırsa, bunu elə başa salmaq lazımdır ki, bu sabah problem yaratmasın insanın özünə də və sistemə də. Yəni burada daha çox yüklər çoxdur. Edəcəyimiz şeylər artıq müəyyən şeylər etmişik. Məsələn bu birinci iş, indiyə qədər bizim universitetimizdə həqiqətən də konfranslarda iştirak edəcək müəllimlərimiz üçün hansısa bir mexanizmi yox idi. Konkret bir dənə qaydamız var. Qaydaya uyğunsa siz konfransda iştirak edəcəksiniz. Qaydaya uyğun deyilsə, sən mənim ən yaxınım olsa, üzr istəyirəm, sən orada iştirak eləməyəcəksən. Bu bir yanaşma. İndi differensiyallanan əmək haqqında dəyişikliklər etmişik. Bunun özünün də hələm çoxlu sayda sualları var. Müəyyən bir hətta dərinliyinə getməyən adamlar risk edirlər ki, bəs indi çətinləşib, amma kifayət qədər normallaşıbdır və bunu da etməyimizin səbəbi odur ki, obyektivlik orada olsun, subyektivlik olmasın. Obyektivlik də nədir? Konkret şərtlərdir, kriterlərdir, planlardır. O planların hər birinə uyğundursa, bu adam balını yığacaq. Bu yaxşı oğlandır, buna bir bal artıq yazım, anlayış olmayacaqdır. İndi bir sənədin üzərində işləyirik. Bu sənəd də bizim gənc tələbələrimizin beynəlxalq yarışlarda iştirakını tənzimləmək üçün bir sənəddir. Eyni zamanda laboratoriyalar üzərində qurulur. Sabah City-də bizim demək olar ki, kifayət qədər gözəl laboratoriyalarımız olacaq. Bu kimya istiqaməti, süni intellekt institutumuz orada olacaqdır. Sonra müəyyən bir elmi araşdırma, hansı ki sənaye ilə sıx elmi araşdırmalar olan bir qurum orada işləyəcəkdir. Ciddi komanda formalaşır orada. Eyni zamanda universitetimizin özündə tədris laboratoriyaları qurulur. Yəni bu ilin sonuna özümüzdə, yəni bütün cəmiyyət görəcəkdir. Kifayət qədər maraqlı laboratoriyalarımız olacaqdır. Artıq tələbələr konkret nəzəriyyələrlə məşğul olmayacaqdır. Gedəcəklər laboratoriyaya, laboratoriyada real məsələlərlə işləyəcəklər. Yəni bunların hamısı böyük bir işlərdir. Bu işin altına girmişik. Ümid edirik ki, çatdıracağıq hər şeyi vaxtında və uğurlu olacaqdır bu dəqiq. Uğurlar arzulayırıq sizə bütün bu işlərdə, fəaliyyətinizdə. Sonda istəyərdim ənənəvi sualımızı verək sizə. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi olmaq istəyən gənclərə, tədqiqat yolunu seçənlərə və elmə maraq göstərənlərə bugünkü lektorumuz olaraq tövsiyəniz nələrdən ibarətdir? Məsləhətim odur ki,
hansısa bir maneələrdən qorxmasınlar. O maneələr müvəqqətidir. Əgər həmin o şəxslərin, o gənclərin iradələri güclüdürsə, heç bir maneə onların qarşısında dura bilməyəcəkdir. Yəni bu dəqiqdir. Ona görə güclü olsunlar, iradəli olsunlar, istədiklərinə nail olsunlar. Bu qədər. Bugünkü maraqlı söhbətimizə görə sizə çox təşəkkür edirik Elviz müəllim və fəaliyyətinizdə sizə bol uğurlar. Təşəkkürlər, çox sağ olun. Əziz izləyicilər, bugünkü söhbətimiz bir daha göstərdi ki, uğurlu gələcək üçün analitik düşüncə, etik məsuliyyəti və öyrənmə qabiliyyətinin hər biri olduqca önəmlidir. Gələcək buraxılışlarda yeni lektorlarla görüşünüzə gələcəyik. Hələlik.